arı südü kremi deyək də. Bu üzdəki sızanaqlar, prişiklər, ləkələr, qırışlar, bax, onlar üçün nəzərdə tutulubdur. Sonra dəmrovu olanlar, əlində, qolunda, ayağında, saçının dibində dəmrovdan əziyyət çəkən insanlar var. Necə müalicə eləyək, nə sürtək, nə vuraq deyə sizi bir sual maraqlandırırsa, dəmrov üçün olan məcunumuz buradadır. Sonra migren, baş ağrıları, boyun ağrıları, əzələ ağrıları üçün bizim daha bir fərqli məcunumuz var. Bunlar hamısı bitkilərdən hazırlanır bu məcunlarımız. Bax, belə bir məcunumuz var, özünüz də görürsünüz. Sonra diz ağrıları, Migren. deməli, migren üçün göstərdim doktor. Diz ağrıları üçün, diz qapaqları üçün, qol ağrıları üçün, boyun, o deyir qolumu qaldıra bilmirəm, bu deyir nə bilim, neyniyə bilmirəm. Onların hamısına bizim bax belə xüsusi bir məcunumuz var ki, bundan istifadə edə bilərsiniz. Nədir? İmmuniteti gücləndirir. Hə, o immunitet hamı lazımdır da. Qan azlığından əziyyət çəkənlərə qan İmmunitet, hə, olar. qan Dayanayıb gətiricidir. Ancaq Sonra insanda cinsi həvəs yaradır, cinsi gücü artırır, sonsuzluğu aradan qaldırır. Bunun için də bilirsiniz nədir? Əslində bunu belə ayrı-ayrılıqda hamımız istifadə edirik. Balda hamımız yeyirik, qozda hamımız yeyirik, fındıqda hamımız, badamda hamımız. Ondan sonra çiçək tozudur, mumyadır. Ayrı-ayrılıqda hamısını fərdi şəkildə istifadə edirik. Amma burada toplumdadır da, yəni hamısı bir qabın içindədir. Bu artıq olur məcun. Qarışığı bir yerdə olanda olur məcun. Yaralar üçün, sağalmayan yaralar üçün effektiv təsiri var bu məcunumuzun. Ləkələr aparır, bəli. əsl məcunudur da, əsl məcun.